getirəcəm ki, onun prinsipi, şəxsi prinsipi nəticəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi yenə də prinsip edir. Niyə? Buradan müraciət edirəm Güloğlan müəllimə. Güloğlan müəllim, siz yaxşı insansınız. Siz 90-cı illərdən bu sistemin, şəxsən bu sistemin, gömrük sisteminin içində işləyən bir insanlardan birisiniz. Güloğlan müəllim, nətər ola bilər ki, siz həmişə ədalətlə yaxınlaşmışsınız hər bir işə. Sizin haqqınızda bizi eşidirik, sədaqlarınız yaxşı gəlir. Amma Güloğlan müəllim, belə çıxır ki, Elmir Ramazanovun istəkləri, Elmir Ramazanovun dünənləri gələn bir şəxsin 90-cı illərdən buradan işləyən bir insan öz işini görə bilmir. Mən başa düşürəm ki, təzyiq forması var. Necə ki mənə təzyiq var, elə də necə ki təzyiq forması var mənə, elə də yəqin ki bunlara təzyiq forması var. Şahin müəllimin qəbulunda oldum. Şahin müəllim dedi ki, razılaşdı, baxdı, dinlədi. Və mən Şahin müəllimə bildirdim. Cənab prezident, çox maraqlı bir fakt var. Nətər olur ki,